Mən pelikanı düşüb çıxa bilmirəm. Allah bilir mənim dərdimi. Yata bilmirəm, səhərəcən ayaqlarım qız olur. Sən gecə ama gündüz ağlayıram oğlum. Mən günüm ağlamaqla keçir. Elə zülm olmaz. Tut belə əli ilə namazımı belə itələ. Dedim, bunu niyə itələyirsən? Bizim dalımızda bir adam var. Bu ad kimdir bilmirəm. İsmail Qutqaşenli 29 küçəsində Yasamal rayon ərazisində Pürüzə xanım 86 yaşında bizə müraciət eləyib və çox acınacaqlı bir durumda yaşayır bax bu evdə. Və burada vəziyyət necədir? Solunda tikinti gedir, sağını da söküblər. Deməli, bütün bu tikinti şəraitinin ortasında təkcə bu xanımın evi qalıb. Və hər kəsə burada deyilən belədir və rəsmi sənədlər də var ki, 5000 manatdan kvadratına pul ödədikləri halda bu 86 yaşlı xanıma isə 2200 manat təklif eləyiblər və şəxs artıq məhkəməyə verib, problem yaşayır, evi ciddi zədələnib, yağış yağır, suyun altında qalır. Hətta evinə qalxan pilləkənləri sizə göstərəcəm. Mən bu yaşımda o pilləkəni çıxmağa çox çətin əziyyət çəkirdim. O xanım ümumiyyətlə nə küçəyə çıxa bilir, nə düşə bilir. Və şikayət lüks rezidensləndir və şikayətini sizə təqdim edəcəm. Diqqətlə izləyək və mən düşünürəm ki, bu görüntüdən sonra yəqin ki, aidiyyatı və səlahiyyətli orqanlar bu məsələyə müdaxilə eləyəcəklər. Mənim 86 yaşım var. Siz 15 yaşınızdan burada yaşıyorsunuz. 15 yaşından ben Altes Plaza'nın yerinde doğulmuşam. Paşanik'in özböz. 15 yaşından da buradayım. Bəs burada evləri söküblər. Mən baxdım sizin ev ortada qaldı. Bəs kompensasiya nəsə bir təklif? Heç nə gəlib təklif eləməyiblər mənə. Mənə dedilər ki 141 min sənin üçün qiymət qoyublar evə. Dedim necə yəni mənim evim şaxt evidir ya obşitildir. Sonra ikinci dəfə 5 dəfə çağırıblar məni qoluma gilə-gilə çıxartıblar. Mənim ayaqlarım işləmir oğlum. Mən o pelikanı düşüb çıxa bilmirəm. Allah bilir mənim dərdimi. Yata bilmirəm, səhərəcən ayaqlarım qız olur. Onlar gəldilər, mənə dedilər ki, sənə şey verək 2200-dən. Dedim, niyə hamısını 5000-dən verirsiniz? Mənə niyə 2200-dən verirsiniz? Evlər ot qiymətlə. Amma veriblər də hamıya 5000 manatdan. Hamısını veriblər. Mənə gəlib özləri halallıq istəyiblər məndən. Çünki mən ən böyük yaşda mənəm bu məhəllədə. Uşaqlar məni hamısı tanıyır. Sən gecə ama gündüz ağlayıram oğlum. Mən günüm ağlamaqla keçir. Elə zülm olmaz. Namaz qılırdım. Tez belə götürdüm, örtdüm ki, gəlbilər bunlardan. Şirkətdən gəldilər. Hə, şirkətdən. Afik gəlmişdi. Rəfail gəlmişdi. Bir də Kənan vardı. Kənan. İndi dilə o Kənanı çıxartıblar. Qeyddim ki, mənə qeyddi ki, sənin nə evin var, çəkmişik şəklini, aparmışıq. Neçə dəfə zəng elədim. Mənim neçə oldu kvadratım? Hələm kompüterdən çıxmayıb. Hələm kompüterdən çıxmayıb. Gəldilər bura. Gəl sənə biz 2200 verək, 2200-dən verək. Gəlmi sənin 55 kvadratın var. Dedim, nə danışırsınız siz? Nə 55 kvadrat? Hələ şey ola bilməz dedim. Mənim evlərim həyətdən deyirəm köçüblər 47 kvadratla sən 2280 min pul vermirsən. Buradan köçüblər balaca evlər. Mənim evimi niyə belə eləmirsən? O üçün belə getdilər. Mənim namazımı da dedim bu namaza and olsun. Tut belə əli ilə namazımı belə itələ. Dedim bunu niyə itələyirsən? Hər tərəfi söküblər, ortada sizin ev qalıb. Hər tərəfi söküblər, bir dənə tək mən qalmışam. Bəs nə deyirlər, yaxşı, necə olacaq? Burada belə yaşamaq çətindir. Mənə nə deyirlər, mənə vermirlər o pulu. Sən ev götürəydin. Yalandan mənim üçün deyir ki, evləri avarin edin. Bu boyda duvarlara yoxulum, avarin olar. Ged mənim içəri pəncərəmə bax, metrə yarımdan Bəs bu tavanınıza baxıram, dağılıb elə bir. Təzə olub bu, oğlum belə dögürdü. Bax bu, o Qurana and içirəm, mən belə dögürdü. Bir dənə yağış yağmırdı mənim evimə. Mən hamama tuvaletə girə bilmirəm, bir o su içində çıxıram. Bu söküntüdən sonra olub, hə? Söküntüdən sonra çıxıblar, döküblər, neyiniblər damı. Sonra bu hamamın üstünə çıxıblar, evlərin damını sökəndə. Onlar çıxırlar taxtalarına görə. Taxtalarını aparırlar axı bunlar. Çünki qapıların, pəncərələrin hamısını aparırlar. Verdilər suda məni, bu yerə gəndə biri mənim qapımı atmır. Bizim dalımızda bir adam var. Fuad kimdir bilmirəm. Mən tanımıram o Fuadı. Mənim vəkiliyim ola gəldilər mənim üstümə. Bura ki, sən gəl bu işdən əl çək. Sən şeylə razılığa gəl belə falan. Dedim gedin mənim vəkilimlə danışın. Mənlə danışın. Mənim dərdim səlim hamısı onda mən yerə gedə bilmirəm. Şikayət eləmişsiniz, baxıram ərizələr var. Şikayət eləmişəm oğlum. Bax hər şey apellyasiya olub. Sonra fövqəladə hallardan gəliblər. Sonra axırda ki bu apellyasiya oldu. Mən də dedim ki ev yoxdur. Mənim işimə elə vurur. Mənim də dalımda İlhamla Mehriban yanıb.
Qurban olum onlara mən. Məni onlar sayıblar əvvəldən. Mənim evimə, mənim uşaqlarım xaricdə idi. Mən danışa bilmirdim telefonda. Mənim bu telefonu onlar Qurana and olsun mənə verdilər. Özü də şəkili də var. Kim telefonumda. verdi deyirsən? Aygün, bəylər, Aygün yoxdur, Rəhmətli, rəhmətlik. Allah. O getirdi, verdi mənə ki, bunu sənin üçün göndəriblər. Hardan göndərmişlər? Şeydən, prezident tərəfindən göndəriblər. Heydər Əliyev fondundan. Heydər Əliyev fondundan. Bir də mənə bir şey verdilər, göndərdilər. Hə, bu pandemiya dövründə nəzərdə tutursunuz, Pandemiya hə. dönəmi. Mən bu uşaqları yerbəyer eləyim, sonra ölsəm də zəhərləmə. Bayaq elə söz gəlməmiş. Getdim pəncərəyə qabağa dedilər, bayaqla öldür məni, qutarsın bu sözü. Nə qədər kağız gələr. Qətil axşamıdır. Bax, 2 il bundan qabaq. Bu həyətdən çıxdılar, mən də baxıram. Nəvəm də orada şey süfrəsi verirdi, İmam Hüseyin süfrəsi verirdi. Dedim, mənə gəl düş aşağı, buradan köçənlər səni istəyirlər, gəl otur orada. Dedim, ay Fərdi, mən düşə bilmirəm. Bir də gördüm, çıxdılar həyətdən, belə elədi mənə. Salam Firuzə xala, dedim, əleyk salam. Necəsən? Dedim, yaxşıyam. Nə edirsən? Dedim, heç nə baxıram. Üzümü çöndər o tərəfə, dom tərəfə. Mənim nəvəmin də yanında bir dənə qonşudur oğlan, Romik. Qeyd ki, hələm sən çox baxacaqsan.